Təbii ki, biz Facebook üzərindən, X platforması üzərindən öz fikirlərimizi paylaşırıq. Amma dedim bir video formatında da bir qısa müraciət də olsa bu şəkildə öz fikirlərimi bölüşüm. Deməli, son dövrlər Rusiya-Ukrayna müharibəsinin çoxları hesab edirdi ki, dalana dirənibdir artıq. ABŞ əgər Ukraynadan əl çəksə, Ukraynanın taleyi necə olacaq məsələsi gündəmə gəlmişdi. Və bildiyimiz kimi ABŞ-ın yeni administrasiyası hesab edirdi ki, Ukrayna mütləq Rusiya ilə müəyyən danışıqlara getməlidir, müəyyən kompromislər olmalıdır ortada. Amma bugün böyük bir hadisə baş veribdir. Deməli, Ukrayna prezidenti Volodymyr Zelenski danışıqlar üçün, Rusiya ilə birbaşa danışıqlar üçün Ankaraya gəlibdir. Amma Putin bu danışıqlardan görünür ki, boyun qaçırıbdır. O özü o görüşə gəlmək bir yana, o görüş üçün ikinci dərəcəli nümayəndə heyəti göndəribdir Ankaraya sülh danışıqları üçün. Və bu bir daha onu göstəricisidir ki, Rusiya ümumiyyətlə sülh danışıqlarından çox uzaqdır. Ukrayna ərazisində işğal etdiyi o 20%'lik torpaqlardan geri çəkilmək fikri yoxdur. Əlbəttə ki, sülh danışıqları formatında. Və belə olan halda yeni seçilmiş Amerika Birləşmiş Ştatları administrasiyasının bu məsələyə münasibəti çox maraqlıdır. Çünki bu administrasiya yanvar ayından fəaliyyətə başladığı dövrdən indiyənə qədər bir neçə dəfə Ukrayna ilə heç xoşa gəlməyən müəyyən məsələlər ətrafında problemli situasiyalara gedib çıxdılar bəzən. Amma son olaylar onu göstərdi ki, ümumiyyətlə Putin hər hansı bir danışıqdan ümumiyyətlə uzaqdır.